Buyurun Allah verdi. Yolun sağ tarafından orada yalnız sağa dönmek. Aha. Allah verdi. Zəhmət olmasa döş nişanını takın. Ondan sonra mikrofonu yaxanıza takın. Üçüncü növbədə də xahiş edirəm. Xidməti vəsiqənizi göstərin. Sonra mən sizi dinləyim. Oldu, bir dəqiqə. Buyur. Salam. Salam. Kim? Inspektor. Buyurun ağayım. Allah verdi vara getdi. Necə? Cənab sürücü. Yoldaş sürücü. Mən seçdirəm. Allah verdi eşdirəm mən. Qayda pozmusunuz. Necə? Xeyr. Ben sübut edeceğim. Ben sübut edeceğim. Allah verdi gəlsin, xidməti vəsiqəsini göstərsin, döş nişanını taxsın, mikrofonu yaxasına taxsın. Sonra Allah verdi bir dinleyip dərdi nədir onu soruşacağım. Sonra da mən öz dərdimi izah edəcəm. Xeyr. Nobel prospektində. Bəli. İnspektorun Cənab Nazirimizin verdiği qayda qanuna, verdiği geyim qaydasına riayət eləməməyindən narazıyım. Səhv deyirəm, deyin səhv deyirsən. Yox. Yox. Mən sizi burada dinləyirəm. Və öncədən də nəzərinizə çatdırım ki, video çəkiliş də aparıram. Siz görsənmədən özüm görsənir, öz danışıqlarımı qeydə alıram. Bəli. Sizin konstitusyon hüququnuzu pozmuram yəni. Sizi çəkmirəm. Və xəbərdarlıq edirəm ki, yəni çəkiliş gedir. Buyurun. Laf yox. Tələsirəm mən. Allah ver deyə bir çağırın. Ghost 23457-86. Bilirsiniz nə deməkdir bu? Yəni DÜST, Dövlət Ümumi Standartlarına uyğun olaraq yol nişanlanması öncədən 20-30 metr ara ilə 3 dəfə təkrarlanmalıdır. Orada 2 dəfə təkrarlanıb, qustar, üzr istəyirəm, qustar üsulla çəkilib və mən birinci sağa, yalnız sağa nişanını görərkən sola manevr etmək istəyəndə 1.1 nişanını gördüm və onu pozmağı olmaz, pozmadım. Məcburam axı düz gedim. Çox sağ olun.